Azərbaycan Dövlət İqtisad Universitetində təhsilin keyfiyyətinin artırılması üçün davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində universitet daha bir beynəlxalq layihəyə başlayır. Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib ki, ötən il İsveçrənin Cenevre şəhərindəki Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Ötən bir il ərzində iki universitet arasında qarşılıqlı müəllim mübadiləsi həyata keçirilib. Eyni zamanda bu ilin iyul ayında təhsil ocaqlarının birgə səyi hesabına yay məktəbi təşkil olunub. Rektor daha sonra bildirib ki, bu dəfə daha böyük bir layihənin icrası üçün razılığa gəlinib. Belə ki, bu layihə çərçivəsində hər iki universitet arasında magistratura səviyyəsində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə birgə MBA proqramının həyata keçirilməsinə başlanılacaq. Bu layihə çərçivəsində ilkin olaraq 15 tələbə həm Dövlət İqtisad Universitetində, həm də Biznes və Beynəlxalq Tədqiqatlar Universitetində 2 il ərzində MBA proqramı çərçivəsində dərslər keçiriləcək. Bu tədris prosesi ümumilikdə 15 fənn üzrə aparılacaq. Bu fənlər 3 mərhələdə həm Bakıda, həm də Cenevrədə tədris olunacaq. Magistrlərin tədris prosesində əldə etdikləri kreditlər qarşılıqlı olaraq hər iki universitet tərəfindən tanınacaq. Proqramın tələblərini yerinə yetirən tələbə sonda hər iki təhsil ocağının diplomunu qazanacaq. Cenevrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin icraçı direktoru Petrik Fanel isə çıxışında bildirib ki, güclü maddi-texniki bazaya və pedaqoji heyətə malik Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqdan böyük uğurlar gözləyir. Avropanın bir hissəsi olan Azərbaycanın savadlı gənclərinə Qərbi Avropada da böyük ehtiyac var. Biz bu layihəni reallaşdırmaqla hər iki ölkənin gəncləri üçün yeni perspektivlər açmaq istəyirik. Tədbirin sonunda yeni layihənin icrası üçün müqavilə imzalanıb. Surğay Ata, Kiyev, Cəfər Qasımov, Vaqif Həsənov xəbərlər.